Hər kəsə salam, əziz izləyicilərim. Bu günləri kürək məşqidir. Kürəklə qolun arxasını işləyəcəyik. İndi hal-hazırda yoldayıq, gedirik. Çəkim 70 kiloda qalıbdı hələ. 70-71 kilo kreatindən istifadə edirəm. Hər gün gündəlik 5 qram kreatindən istifadə edirəm. Biraz bədəndə su yığılıb. Kreatin istəyim müddətdə su bol içirəm. 2 litr ən azı su içirəm günə. Gedirik indi məşqə. İzləyicilərim, gəlmişik hal-hazırda, məşqdəyəm. Bir dənə belə bir şey gəlmişdi, Protection Ocean'dan sifariş verəndə kollajen adlı belə bir şey gəlib. Bunun içində bilmirəm, bundan içməmişəm, 10 qramdır, bir porsiyadır, adnarazdır da, bir dənə atmaq üçündür. Selenium var, glutamin, vitamin C, hidrolonik asid, biotin, bir də kollajen var. Çox güman ki, yəqin bu vitaminlərdən olan bir şey. Ona görə belədir də. Tip 2 kollajen. Kollajen bilmirəm. Burada var, amma içəcəyik də bunu. Çox güman vitamin C, vitamin kimi bir şeydir. Bir dənə də burada adnarazlı preparatımız var. Bu biri preparatımız da buradadır. Amma bu günlərdə əjdaha qanını içəcəyik. Əjdaha qanı preparatı. Çox qəşəngdir. Qatacam ikisindən də, kollajendən də, əjdaha preparatından da. Başlayacağıq məşqimizə. Bu günləri kürəklə qol arxasıdır. 10 qramdır. 5 qram atacam, qarışdırarım. Bu preparat. Qəşəng bir dad gəlir bunlar. İyi gəlir, hə, dad deyirəm, iyi. Hələ isinmə hərəkətlərindəyik. İsinim, sonra üçüncü setdə işləyəcəm. İkinci setdə qutardı. Üçüncü setimizdəyik. Çəkini qoyuram 65 kilo. 70-65 kilo. Qalxmır heç. Qaldıramıram, artıramıram çəkini. 1, 2, 3. İkinci setdəyik. Kürəyin ikinci setindəyik. Zalda boşluq. Bu günləri tək idman edirik, boşluq. İkinci setimiz budur. Nə, ikinci hərəkət. Birinci set. Bir set tamam. 2 setdə işləyəcəyik. Hə? 2 setimiz işləyəcəyik, onda 2 setdə işləyib, sonra 3-cü hərəkətə keçəcəyik. 4 hərəkət kürək, 4 hərəkətdə qol arxası gedəcəyik. Bu günləri gec gəldik. 21:50 üstücü. Bir dənə çəkimi baxım. Çəkimi ölçək. Görüm çəki neçə oldu. Çəkim damara bax, damar. Deməli, ...71 kilo 600 qram. 71 kilo 600 qram. Normalda hardasa bir 3-4 ay əvvəl 75-76 kiloydum. Onda biraz köhnə videolarda bəlkə də iri görsəmişəm, amma yağ faizim çox idi. Yağ faizimi azaltmışam. Yağ azalıb deyə çəkim də avtomatik düşübdür. 71 kilodur. İndi görək yavaş-yavaş əsas odur, əzələ kütləmiz artsın. Yağ artırmaq yəni lazımsız bir şeydir. Əsas əzələni artırmaq lazımdır. Kreatinimizdən də içirik, heç də məşqlərimiz ağır keçir. İndi ikinci setə keçəcəyik. 20 ilə başlamışdım çəkinə, indi 22-yə qoydum. 22 ilə də yoxlayaq.
İşləyir belə də. 4, 5, 6, 12. Arada 12 də vururam, 10 da vururam. Baxıram da. Gördüm tam hiss eləmədim, 12 dənə vururam. 2 dənə də əlavə vururam, eyb yox. O tam elədir ki, stresi verim ona. Belə 3 set işləyəcəyik, 2 set tutardı ki. 1 set qalıb, 1 set də işləyək, sonra keçəcəm qantellərlə tək eləməyə. Ondan sonra oturub bir dənə də belə dartacağıq. Sonra qolun arxasına keçəcəyik. Deməli, bir də əziz izləyicilərim, nə deyəcəkdim sizə? Mən belimi bağlayıram, həmişə ağırlıqlara keçəndə belimizi bağlayın ki, qrıja yaranmasın. Belizi bağlayın, qrıja yaranmasın. O ağırlarda da, indi təzə gələndə hələ bel bağlamağa ehtiyac yoxdur. Amma bir müddət keçsəndən sonra ağırlıqlara qaldıracaqsınız, ağırlıqlar götürəcəksiniz. Ondan öncə məcbur belinizi bağlamalısınız, çünki qrıja zad yarana bilər. Zalda elə adamlar olub, yəni belində ağırlıq qaldırıbdır, kəmər bağlamayıb qrıjası yaranıb. Ona görə belinizi bağlamağı yadınızdan çıxartmayın. Dört, 5, 6, 7, 8, 9, 10, 10. Bir set tamam oldu. 2 set də işləyəcəyik bundan. 3 setdə bunu tamamlayaq, sonra keçəcəyik 4-cü hərəkətə. Sonra da qol arxası. Keçirik. 2-ci setdə vurdum. 3-cü setdə işləyəcəm. 3-cü setdə bu gün boşluqdur. Boşluq olanda da məşq getmir. Amma biz yenə də dayanmayacağıq, idmanımızı eləyəcəyik. Dayanmaq yoxdur. Bu fərq eləmir. İstəyirsiniz tək olun, istəyirsiniz yanınızda adam olsun. Yəni dayandırmayın məşqinizi, məşqinizi eləyin mütləq. 3 ildir məşqə gəlirəm, 3 ildə maksimum opşa hesablasaz 1 ay qalmışam ya qalmamışam evdə. Bütün məşqləri gəlmişəm. Deməli, qutardı orada, 3 setimiz qutardı. İndi qantellə tək-tək işləyəcəm. Bu günlər nəsə yorğunam. Çəkin neçədir bu? 28. Bir yerdən sonra onsuz da məcbur çəkini qaldırmalısan. Eyni çəki ilə onsuz da çox getmir. Eyni çəki ilə işləyirsən, sonra görürsən ki, çəki yüngül gəlir. Yüngül gələndən sonra da işləməyəndən sonra nə edirsiniz? Ona görə çəkini ağırlaşdırın hər dəfə. İndi baxır da o, müddətinə baxır. Özünüz onu işləyirsə hiss edirsiniz. Hələ də bir cürdür. Bəs yoruldum. Təngə nəfəs elədi bu. 10 dənə sağa, 10 dənə sola, 1 set sayılır. 3 setdə bunu vurursunuz. Bunun 4-cü hərəkət düşün. Bunu qutarım, qolun arxasına keçəcək. 4-cü hərəkətdə qutardıq. Və 5-ci hərəkət o əvəzinə, 4-cü hərəkətin əvəzinə qantellə işlədim. Qanteli tək-tək. Düzü dartmadım, elə qantellə işlədim. Ona görə elə 4 hərəkət sayıldı. Deməli, əzizləyəcəm. İndi qolun arxasına keçmişəm. 27 kilonu qoyaq. Birinci bu düzdən başlayacağım, sonra kəndirə keçəcəm. Biraz yaxından tuturam. Sökətdik.
9, 10. 3 set bunu işləyəcəyik. Sonra keçəcəyik ikinci hərəkətimizə. İkinci setdə ikinci setdə işləyək. Qolun arxasına mən 27 kilo qoymuşam. 27 yarım. Bayaq birinci seti 30 vurdum. 30 yox, 27 vurdum. İkinci seti 30, üçüncü setdə bu. Bunu da 27 vuracam. Getdi. Vaxtdan da gedir. Təngə nəfəs oldum ya. 10 dənəli zülümlə var. Yandırır dəhşət. Nəfəsimi tuturam amma. Nəfəs alıb vermək lazımdır məşqdə. Çünki sıxılır adam ürəyi. Nəfəsimi tuturam ona görə. Qolum ucu dolub deyib. Qol ucu dolub. Qolun arxası. Yadınızda saxlayın. Qolu böyük göstərən qolun qabağı yox. Qolun arxasıdır. Qolun arxasını nə qədər çox işləsəz o qədər əla. Mən həftədə 3 dəfə gəlirəm. Normalda əslində həftədə 4 dəfə də gələ bilərsiniz. Vaxtınız varsa həftədə 4 dəfəyə salın. 4 dəfə gəlin. O günləri də başqa bir hərəkət işləyə bilərsiniz. Sinə və yaxud qolun qabağı, qolun arxası. Belə. 3 set orada tamam oldu. İndi keçirəm kəndirə. Kəndirlə belə başımızın üstündən eləyəcəyik. Sonra da ikinci hərəkətə keçəcəyik. Keçdik kəndirə. İkinci hərəkətində qolun arxasına 22 kilo. 4, 5, 6, 7, 8. Bunu 13 dənə vurdum. 12 dənə, 10 dənə də vura bilərsiniz. Qız gördüm gedir, vurdum. 13 dənə. Bir set tamam oldu. 2 setdə bıraq bunu. Zala var bir dənə. Zal bomboşdur. Zal boşdur. Bu günləri tək idman edirik. Daha doğrusu Rahimlə idman edirəm. Prosto arada videolar çəkir. O işləyir. Mən işləyirəm. Rahil video çəkir. Sonra mən dayanıram. Rahil işləyir. Belə əziyyət çəkirik. Bir dənə fotoaparat alacam. Bir dənə də mikrofon. Biraz dəstəyinizi gözləyin. Abunə olun, dəstək olun və yaxud mikrofon. Onlara alacam. Daha keyfiyyətli videolar gələcək. Daha keyfiyyətli videolara baxacaqsınız. 2-3 videodur ki, evdə məşqdir, zalda məşqdir. Yeməyə aid də çəkəcəm. Yemək videoları gəlmir. Neçə vaxtı. Bu videonu gücünə bir təhər vaxt eləyib çəkmişəm sizin üçün. Videolara vaxt olmur, güc çatdıra bilmirəm. Həm də konsept də yoxdur, video konsepti. Ona görə biraz başım qarşı olur, çatdıra bilmirəm. Keçəcəyim ikinci setə. Bəlkə acılıq gəlir. Dəhşət acıram. Məşqdə su az içdiyim. Su çox içmək lazımdır. Yoxsa baş gicəllənəcək. Bilmirəm, yeməyə gec yedim, yoxsa tez yedim. Yemək amma yaxşı yemişəm bu. Niyə başım gicəlləndi bilmədim. 4, 5, 6, 7, 8, 9, 12. 12 dənə 3 set tamam oldu. İşte bundan sonra 2 dənə hərəkətim qalıb. Qolum amma dolu deyil. Elə 3 hərəkət də bəs edir. Mən elə işləyirəm ki, 3-cü hərəkət üçün bəs edir, 4-cü hərəkətə qalmır. Amma indi baxacağıq vəziyyətə. Yəni 3-cü hərəkətdə eləyim, tam biləcəm. Deməli 3-cü hərəkətdə kəndirlə işləyəcəm. 17 kilo çəki qoymuşum. Bu nədənsə ağır gedir. Düz bundan asandır, rahatdır da. Çəkini ağır edirəm düzdür. Amma bunda qısa. Az. O elə 17 belə ağırdır. Həm də qol da dolub. 15'dir. Əsas düz işləmək.
bir set tutardı. 3 set bunu eləyəcəyik. Sonra da gedəcəyik evə. Yorulmuşam. İşte bunu da işləyib gedəcəm. 4-cü hərəkətə ehtiyac qalmayacaq. Məncə bundan yekunlaşdıracaq. Deməli, əziz izləyicilərimiz, YouTube kanalımıza abunə olmağı unutmayın. Videomuzu like edib, bildirimləri açmağı unutmayın ki, sizə hər video paylaşımında xəbərdarlıq gəlsin. Bir də çox xahiş edirəm, videonu axıra kimi izləyin. İzlədinizsə də təşəkkür edirəm. Nəysə. İzləmədinizsə yenə də təşəkkür edirəm. Qalın, özünüzə yaxşı baxın.